Dərin şəfa duası. Bismillahirrahmanirrahim. Ya Hak, bəzən gücü bir yük, məsuliyyət və qorxu ilə birləşdirdim. Öz gücümü göstərməkdən, istifadə etməkdən, qəbul etməkdən çəkindim. Muhammedin nur bilincində mənə xatırlat. Güc mənim haqqımdır. Təvazu ilə birlikdə çalışmaq, parlaq olmaq, hərəkət etmək mənə günah deyil. Güc üzərinə yüklədiyim bütün mənalar, qadağalar, qorxular və köhnə inanc proqramları şəfqətlə görünür və buraxılır. Mən indi öz gücümü təvazu ilə qəbul edirəm. Səbr, sevgi və rahatlıqla istifadə edirəm. Amin. Niyyət edirəm ki, öz gücümdəki bütün yük və qadağalar şuurumdan, bədənimdən və soy ağacından həll olsun. Niyyət edirəm ki, mən gücümü rahat, zərif və təvazu ilə istifadə edim. Niyyət edirəm ki, öz gücümdən qorxmadan, onu gizlətmədən və utanmadan yaşamağa açığam. Bu niyyət ilahi aşk portalında Muhammedin nur bilincində tam uyğunluqla açılsın. Oldu. Olduruldu. Şükür. Dərin suallar gücün üzünə yüklənən mənaların. Öz gücümdəki ilk yük hissi nə zaman meydana çıxdı? Gücümü göstərməkdən çəkindiyim anlar hansılardır? Bu yük mənim həyatımı necə məhdudlaşdırır? Təvazu ilə gücümü istifadə etsəm nələr dəyişər? 5. Mən gücümü gizlədərkən nəyi qoruyuram? 6. Bugün öz gücümü rahat və sevgi ilə istifadə edə bilərəmmi? Gücümü tam qəbul etmək üçün nəyi buraxa bilərəm?